Deməli, bugün Naxçıvan Palasda iftar süfrəsi təşkil olunub. Bu iftar süfrəsini təşkil edən deməli Nehramdan olan həm yerlimiz Səfər Əlirzaevdir. İftar süfrəsinə Naxçıvan Muxtar Respublikasında yaşayan şəhid ailələri, hətta Bakıda yaşayan şəhid ailələri də dəvət olunublar. O cümlədən də iftar süfrəsinə qazilərimiz də iftar süfrəsində iştirak edirlər və ictimaiyyət nümayəndələrindən də dəvətlilər var. Novruz bayramınız mübarək olsun deyirik sizə. Ramazan ərəfəsində tutduğunuz oruçlar qəbul olsun söyləyirik. Tədbirimizin bu məqamında mən Şahin və Hacı Səmədi dəvət eləmək istəyirəm. Onlar Quran-ı Kərimdən dualar səsləndirəcək sizin üçün və eyni zamanda əzanlar təqdim edəcəklər. İndi sözü onlara verir. Allah qəbul eləsin. Allah canı oruç tutanların orucunu qəbul eləsin. Xalqımıza ruzi bərəkət gətirsin. Əziz şəhid ailələri, əziz şəhid yaxınları, Allah səbr versin, Allah şəhidlərimizə rəhmət eləsin. Bilirsiniz ki artık Türk devletlerinin birliği kurulup yavaş yavaş biz bir yumruk gibi birleşirik. İnşallah çok yakın zamanda bir Turan devleti kurulacaktır. Ve bu münasibetle ben Turan eller var olsun manasını ifa edeceğim.
güzel günde, güzel ayda, ayların sultanı olan Ramazan'da bir yerde sizinle görüşmek, bir yerde sizinle olmak mümkün. Azad etti başkamanda hilaskarın cesur ordu. Sona çattı acı hicran galip gelen yine düştür. Qarabağsız Azərbaycan qaşsız qalan bir üzücdür. Biz Naxçıvan Şəhid Əllər İctimai Birliyi olaraq Səfər müəllimi Naxçıvan Şəhid Əllər İctimai Birliyi fəxri üzvü seçmişik. Təbrik edirik Səfər müəllimi. Fatma bacımın da xüsusi olaraq təbrikləri var. Elimizin, babamızın, vətənpərvər oğlu Səfər müəllimin doğum gününü təbrik edirəm. Ona əvəzsiz nemət olan can sağlığı arzulayıram. Bundan da gözəl illər keçirsin. Daim bizlərin yanında olsun. Daim bizlərin dərinə şərik olsun. Maddi və mənəvi dəstəyinə görə Səfər müəllimə özlərinin təşəkkürlərimi bildirirəm. Bir daha doğum gününü təbrik edirəm.